Bəs biz torpağın altında nələrin yaşadığını bilirikmi? Torpağı canlı orqanizmlərsiz təsəvvür etmək mümkün deyil. Cəmiyyət olaraq bizim borcumuz nədir? İnsanların ətraf mühitə qarşı borcu heç vaxt bitməyəcək. Torpağın altı nə qədər sağlam və münbit olarsa, üstündəki həyat da o qədər mükəmməl olar. Hər bir sahə üzrə mütəxəssis işləsə, biz həmin o sahəni qoruya bilərik. Salam dostlar. Biz torpağa sadəcə üstündə gəzdiyimiz səth kimi baxırıq. Bəs biz torpağın altında nələrin yaşadığını, hansı həyatın nəfəs aldığını bilirikmi? Elə isə Agrosparkın efirində Torpaq altında həyat verilişimizin daimi qonağı biologiya üzrə elmlər doktoru Vəfa xanım Qasımovadır. Hər vaxtınız xeyirli olsun Vəfa xanım. Xoş gəlmisiniz. Salam, çox sağ olun. Elə isə başlayaq birinci suala. Buyurun. Vəfa xanım, torpaq altında görünməyən canlılar. Biz bunları həşəratlara aid eləyə bilərik, torpaq heyvanlarına aid eləyə bilərik və müxtəlif mikroorqanizmlərinə aid eləyə bilərik. Onlar torpağın altında necə yaşayır, hansı həyat yaşayır, necə nəfəs alır və torpaq üçün hansı işləri görürlər? Çox sağ olun Əli. Yaxşı sualdır. O suala mən tamamilə fərqli cavab verəcəyəm. Elmi cəhətdən yox. Çünki bir gözlə, bir saniyə biz torpaqda gedən prosesləri görsək əgər, biz deyə bilərik ki, torpaqda baş verən və orqanizmlər arasında olan münasibətlər yer kürəsində o münasibətlər yoxdur. Torpaqda baş verən proseslər əlbəttə ki, canlı orqanizmlər vasitəsilə baş verir. Çünki torpaqda həm bioloji, həm geoloji proseslər baş verir. Və bioloji prosesləri nəzərə alsaq əgər, orada canlıların böyük rolu var. Əgər o canlı orqanizmlər torpaqda olmasaydı, biz heç vaxt torpaqdan məhsul ala bilməzdik. Çünki bitkilərə qida maddələri verən həmin o canlı orqanizmlərdir. Ona görə də torpağı canlı orqanizmlərsiz təsəvvür etmək mümkün deyil. Vəfa xanım, biz bilirik ki, aqrar fəaliyyət zamanı torpağın canlılığına və strukturluğuna bəzi zərərlər var. Bəs biz bu zərərlərin qarşısını necə ala bilərik və bunun üçün hansı metodlar mövcuddur ki, biz ondan xəbərsizik? Bu sual gözəl sualdır və biz bu sualı təkcə fermerlərə yox, adi insanlara da aid eləyə bilərik. Çünki aqrotexnikadan, torpaq sahələrdən belə bir elmdə ifadə var, səmərəli istifadə etmək lazımdır. Əgər biz səmərəsiz istifadə ediriksə, əlbəttə ki, biz torpağa ziyan veririk. Fərq etmir bu aqrotexnikadan söhbət gedir, yaxud da hansısa başqa tədbir komplekslərdən söhbət gedir. Torpağın ümumilikdə strukturunun dəyişməsi torpağa və orada yaşayan canlı orqanizmlərə mənfi təsir göstərir. Ona görə də səmərəli istifadə etmək ən düzgün və ən dəqiq üsul seçilməlidir hər torpaq sahəsi üçün və biz ondan səmərəli istifadə etdikcə, səmərəli tədbir kompleksləri gördükcə torpaqdan da səmərəli istifadə edə bilərik. Çox sağ olun, aydın və gözəl cavab üçün. Növbəti sualım isə budur ki, kimyəvi gübrələr və pestisidlər torpağın tərkibində hansı görünməz fəlakətlərin başlanğıcını yaradır? Biz kimyəvi preparatlardan söhbət açarkən, əlbəttə ki, həm pestisidlər, həm kimyəvi preparatlar kimyəvi tərkibli üsullardır və onlardan istifadə etdikcə biz nəinki torpağa, nəinki canlı orqanizmlərə orada yaşayan, həm ətraf mühitin özünə də ziyan vurur. O da bütövlükdə ekosistemə ziyan vermək deməkdir. Burada eyni sözü işlətmək olar ki, bütün preparatlardan, istər kimyəvi, istər pestisidlərdən səmərəli istifadə etmək daha düzgün olardı. İndiki müasir zamanımızda getdikcə biz bioloji üsullara daha üstünlük verməliyik. Çünki bioloji üsullar nəinki ətraf mühitə, torpağın və torpaqda yaşayan canlı orqanizmlərə mənfi yox, müsbət təsir göstərir. Bəli. Və biz həmin bu müsbət təsiri götürərək getdikcə kənd təsərrüfatımız sayəsində bioloji üsullardan daha çox istifadə etməliyik.
Növbəti sualım isə bəzi fermerlər əgər fikir vermisinizsə, torpaq yorulur deyir. Bu torpağın yorulması ifadəsi elmi və ekoloji cəhətdən necə izah eləmək olar? Torpağın yorulması dedikdə onlar nəyi nəzərdə tuturlar? Buna elm necə cavab verir? Çox sağ olun Əli. Bəli, belə bir termin var. Torpaqlar yorulur. Mən həmişə tələbələrə dərs deyəndə torpağı, təbiəti, insanların əlaqələri ilə bərabər tuturam. Niyə? Çünki torpaq, ekosistem, bizi əhatə edən bütün sistemlər bizi ilə həmişə danışır və öz hisslərini bizlə bölüşür. Sadəcə biz onları görürük ya görmürük, özümüz cavab veririk. Yəni görəndə biz özümüzə müsbət təsir göstəririk. Mənfi görəndə, əgər görməyəndə onun təsiri mənfi olur bizə. Ona görə də əlbəttə ki, torpaq yorulur və insan o ərazidə ümumiyyətlə torpaqla işləyən fermerlər o yorulmanı görməlidirlər. Torpaq nədən yorula bilər? Torpaqdan səmərəsiz, dediyim kimi, istifadə edəndə. Yəni bir sahəyə eyni bitkilər, eyni əkin sahələri, eyni məhsul götürən zaman bitki, torpaq eyni qida maddələri verir və yorulur. O qida maddələri tükənir və o zaman torpaq yorulur. Nə etmək lazımdır? Digər bitkiləri əkmək lazımdır ki, o balans bərpa olunsun. Və o balans bərpa olunana qədər torpaq yavaş-yavaş özünə gəlir və o balansı təmin edir. Və belə bir ifadə var və bu da çox önəmli bir prosesdir və hər fermer bu prosesi görəndə, deməli o torpaq bizə neçə illər boyu fayda verə bilər. Əgər fermer o prosesi görmürsə, deməli yavaş-yavaş torpaq yorulduqca, ondan səmərəsiz istifadə etdikcə kənd təsərrüfatına yararlı torpaq hesab olunmur. Bəli. Vəfa xanım, sizcə bu torpağın altındakı həyatı qorumaq üçün dövlət, fermerlər və biz, cəmiyyət olaraq bizim borcumuz nədir? Biz nə iş görməliyik? Həm dövlət cəhətdən, həm fermerlər cəhətdən, həm də bizim tərəfdən. Hansı işlər var? Birinci növbədə dövlət tərəfdən hər bir sahədə mütəxəssis işləməlidir. Çox vaxtı torpaq alınarkən yaxud da istifadə edərkən mütəxəssislər öz işlərini vicdanla görmürlər və yaxud da ümumiyyətlə mütəxəssislər o sahədə işləmirlər. Sadə insanlar işləyib torpağı yararsız hala salırlar. İkinci növbədə əlbəttə insanların ətraf mühitə qarşı borcu heç vaxt bitməyəcək. Çünki biz yaşadığımız mühitdə daim o mühitdən istifadə edirik. İstər su olsun, istər işıq olsun, istər oksigen olsun, hava olsun, istər torpaq olsun. Ya torpaq bu mühitin, bu ekosistemin ortasında olan bir mühitdir. Bəli. Çünki o mühitdə həm canlı, həm cansız həyat var və əlbəttə insanlar o mühiti qorumalıdırlar. Qaldı ki, fermerlərə hər bir sahə üzrə mütəxəssis işləsə, biz həmin o sahəni daim qoruya bilərik. Bəli. Və düzgün elmi nöqteyi nəzərdən baxsaq bu proseslərə, çünki bir torpaqda bir mütəxəssis işləməməlidir. Bir neçə mütəxəssis birləşib həm torpağı qorumaq, həm bitkiləri qorumaq, həm ətraf mühiti. Bir neçə mütəxəssisliyin nəyi nəzərdə tutursunuz? Çünki bir sahədə həm torpaqşünaslar işləməlidir, həm bioloqlar, həm botaniklər, yəni bitki örtüyünü bilən insanlar, bitkinin tələbatını daha doğrusu bilən insanlar kompleks şəklində, həm də ekoloqlar mütləq şəkildə əraziyə gəlib baxmalıdır. Və kompleks şəklində bu tədbir kompleksləri aparılarkən biz heç vaxt heç bir torpaq sahəni, kənd təsərrüfatına aid olan sahələri heç vaxt itirə bilmərik. Sadəcə qoruya bilərik. Çox sağ olun izaha görə. Siz sağ olun, çox maraqlı suallardır. Çox fərqli bir baxış oldu bu mövzuda. Sonda isə dostlar, demək istərdim ki, torpaq sadəcə istehsal vasitəsi deyil. O canlı bir sistemdir. Torpağın altındakı sağlam bir həyat, üstündəki sağlam bir həyatın əsas səbəbidir. Torpağın altı nə qədər sağlam və münbit olarsa, üstündəki həyat da o qədər mükəmməl olar. Hələlik.